Brownie dadında pudingli ıslaq kek edirik. Keçid edirik hazırlanmasına. 1 stəkan şəkər tozu, 3 ədəd yumurta, mikserlə gözəl ağrana dək çalırıq. Hazırdır. Üzərinə 1 stəkan süd, 200 qram kərə yağı, 3 stəkan un əlavə edirəm. Qarışdırmadan üzərinə kakao əlavə edirəm. 1 paket kabartma, 1 paket də vanilin əlavə edirəm. Can dərəcəli sobada yarım saat bişiririk. Biskvitimiz hazırdır. Bu şəkil oxalayırıq. Tam fərqli üsulla sizlərə ıslaq kek edirəm. Dadını çox sevəcəksiniz. Biskvitim hazırdır. Üzərinə 1 stəkan süd əlavə edirəm. Süd soyuq olsa daha gözəl olar. Evdə hazırladığım pudingimi üzərinə əlavə edirəm. Puding isti olsa daha gözəl. Mən pudingin çəkilişini ayrıca etmədim. Çünki pudingin hazırlanma videosunu çəkmişəm. İstəsəniz keçid edib baxa bilərsiniz. Soyuducuda 1 saat gözlətsəniz istədiyiniz dadı alarsınız.